Hər kəsə salam. Bu gün sizinlə çox gözəl bir resept bölüşürəm. 600 qram yağlı qiymənin üzərinə 1 ədəd rəndələnmiş soğan, 1 fincan suxari, damaq dadına görə ədviyyatlar, 1 bağlama qabartma tozu və 1 fincan qazlı su əlavə edib yoğururam. Hazırlanmış kütləni 1 saat soyuducuda saxladıqdan sonra əlimi yağlayaraq 20 ədəd yumru top hazırlayıram. Sonra göstərdiyim kimi kotletləri hazırlayıb soba listinə yığıram. Öncədən isidilmiş 200 dərəcəlik sobada təxminən 20 dəqiqə bişirirəm və hazır olur. Üzəri üçün 2 ədəd nazik doğranmış soğanın üzərinə xırda doğranmış bir qədər kişniş və sumaq səpirəm. Çox ləzzətli, pambıq kimi yumyumşaq və hər zaman sevə-sevə hazırlayacağınız bir reseptdir. Hələlik.